Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, lezzetli, asanlıkla hazırlayabileceğiniz beze hazırlayacağım. Evdə, yəni soyuqda qalmış yumurta ağlarını necə dəyərləndirim deyə düşünürsünüzsə, mütləq bu şirniyyatı hazırlayın. Süfrənizin bəzəyi olacaq. Gəlin heç vaxt ötürmədən başlayaq. Deməli, 185 qram yumurta ağı var. Onun 2 qatı 370 qram şeker tozu var. Şeker tozunu biz keçəcəyik kofe moykadan şeker kirşanı edəcəyik. Əgər siz xırdalayıcınız yoxdursa, bu zaman şeker tozundan da istifadə edə bilərsiniz. Gəlin heç vaxt ötürmədən başlayaq. Şeker tozumuz hazırdır. İndi isə keçirəm yumurtaların çalınmasına. Yumurta ağını əlavə edirəm qabın içərisinə. Və bir paket şekerli vanilini əlavə edirəm içərisinə. Yəni 5 qram. Ağarına kimi çırpıram. Baxın xanımlar, bu cür oldu. Ağardı. Bu zaman şeker tozunu az əlavə edib yenidən çırpırıq. Yaxşıca çaldım, baxın bu cür oldu. Belə qalmalıdır, axışqan olmamalıdır. 2 dəqiqədə çalıram. Artıq hazırdır. Belə sıxma torbası götürmüşəm. Ucluğu göstərirəm sizə. Başqa sevdiyiniz ucluğu da edə bilərsiniz. Torbanın içərisinə doldururam. Belə etdiyimiz zaman rahatlıqla doldura bilirik. Əgər əlinizdə rahat deyilsə, belə bir geniş fincanın içərisinə qoyun, geniş qabın içərisinə qoyun, içərisinə doldurun, daha sonra sıxın. Hazırdır soba listi. Kiçik formada etdim bunları. İkinci listi tamamilə fərqli formada edəcəm. İndi isə bunu qoyuram 100 dərəcədə qurumağa. Hardasa 2 saata yaxın qurumalıdır. İkinci listi bu cür sıxdım. Nə üçün bu cür sıxdım? Saxladım. Baxın, bu çubuqları bu formada qoyacağım ortasında. Baxın. Nə üçün bunu edirəm? Tortun üzərindən qoyduğumuz zaman gözəl görüntü verir. Bu hissələri boş qalsın, çünki sobada uzun müddət gözləyəcəyik. Buna görə bu hissələrini də çubuqsuz doldurdum. İndi isə qoyuram sobaya, 2 saat gözlədirəm tam quruyana kimi. Rəngləyib qoydum bunları. Bunları çəhrayı rənglə rəng qatdım və böyük formada edirəm. Budur, bezelərimiz hazırdır. Çox gözəl görüntüsü var. 3 rəngdə etdim. Ağ, çəhrayı, həm də mavi rəngdə etdim. Belə çubuqlu etdim ki, tortun üzərinə qoymaq üçün görün necə gözəl görünür. Belə sadə də etmişəm, çayla içmək üçün. Çox yüngül, dadlı şirniyyatdır. Mütləq siz də hazırlayın. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Həllik deyirəm, inşallah gələn videolarda görüşərik.